Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün sarımsaq turşusu hazırlayıram. Artıq may ayının sonu yaxınlaşır və bu sarımsaqları alıb duza qoyulma vaxtıdır. Çünki may ayından sonra artıq belə sarımsaqlar olmayacaq. Quru sarımsaqdan da sarımsaq turşusu qoymaq olmur. İlk öncə videoda gördüyünüz kimi sarımsağın üst qabıqlarını təmizləyib aşağı hissəsini bıçaqla ehmalca təmizləyirəm və üzərindəki uzun yaşıl yerində kəsirəm və sarımsaqları təmizlədikdən sonra bol suda yuyub bir aş süzənə yerləşdirirəm. Suyu tam çəkilib quruyandan sonra artıq bankalara düzürəm. Qızlar, mən bu il çox sarımsaq turşusu qoymayacağım. Çünki keçən ildən də bir banka sarımsaq turşusu qalıb. Sizlər istəsəniz 3 kiloluq bankalara, 1 kiloluq bankalara, 2 kiloluq bankalarda da sarımsaq turşusu qura bilərsiniz. Və mənə bu il bir ədəd 2 kiloluq balon yetərlidir. Sarımsaq turşusunu bu reseptlə hazırlasanız 2 ildə qalsa heç nə olmayacaq. Çünki başqa əlavələr olunmur. Sırf sirkədən hazırlanır. Və artıq sentyabr, oktyabr aylarında hazır olur. Bir də ki, qızlar, sarımsaq turşusunu qurduqdan sonra mütləq hər bir həftədən bir qapağını açıb yoxlamaq lazımdır. Əgər sarımsağın sirkəsi azalıbsa, üzərinə sirkə əlavə edib qapağını bağlayın. Belə nəzarət etsəz daha yaxşı olar və sarımsaqlar da xarab olmaz. Sarımsaqları bankaya sərgəli şəkildə düzdükdən sonra çalışın sıx yığmayın. Üzərinə 1 yemək qaşığı dolusu iri duz və 2 ədəd qənd əlavə edin. Məndə qənd olmadığı üçün yarım çay qaşığı şəkər tozu əlavə etdim və üzərinə dolana kimi üzüm sirkəsi əlavə etdim və qapağını belə bağlayıb qışa saxlayıram və indi videoda ikinci sarımsaq turşusunun bankasını görəcəksiniz. O keçən ildən qalıb. İndi videonun əvvəlində də qoymuşam. Xırçıldısını ilk günkü kimi saxlayıb və tam sirkədən hazırlandığı üçün çox dadlıdır və 2 il belə sarımsaq turşusunu qurub saxlaya bilərsiniz. Bu reseptlə hazırlayacaq olan hər kəsə indidən nuş olsun. İnşallah bağlayıb sağ-salamatla yeyəsiz. Videomu bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videolarımı bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik!